Hər vaxtınız xeyir olsun dəyərli izləyicilərimiz. YouTube kanalımızın daimi və yeni izləyiciləri hər birinizi salamlayıram. Yeni videomuza xoş gəlmisiniz. Çayınızı, kofenizi götürün çünki sizə qəşəng bir evlə gəlmişəm. Hal-hazırda Mərdəkandayıq. Mərdəkanda Yeni Qoşaqala restoranının üzbəüz yeni bir Bravo tikilib, bilirsiniz yəqin ki. Onun arxa hissəsində Qızılqum Bağları adlanan ərazidəyik. Çox qəşəng bir evdir, 9 sotun içində inşa edilib. İndi isə başlayırıq həyətini sizlərə göstərməyə. Giriş hissədə avtomobil saxlaya biləcəyiniz, haradasa 2 avtomobil rahatlıqla yerləşə biləcəyi hissəsi var. Həmçinin həyətində yaşıllığı da kifayət qədər çoxdur. Bu hissədə isə 30 kvadratlıq yay və qış mətbəxi yerləşir. İçində həmçinin sanitar qovşağı da mövcuddur. Yay mətbəxinin önündə isə uzunluğu 9, eni 5 metr, dərinliyi 1,60 olan, həmçinin şəlaləsi ilə bərabər və ən əsası da isitməli hovuzu yerləşir. Bilirsiniz də isitməli olanda çox qəşəng olur. Qış aylarında da rahatlıqla hovuzdan istifadə edə bilirsiniz. Həmçinin hovuzun qarşı tərəfində, yəni evin mətbəxinin ön hissəsində də qəşəng bir terası mövcuddur. İndi isə gedək evin içi ilə tanış olaq. Hal-hazırda isə daxil olduq evin içinə. Ümumiyyətlə, hol hissəsi mənim çox xoşuma gəldi. Ən əsası da bu divarın, bu dizaynı mənim çox xoşuma gəldi. Əsl belə şəkil çəkdirməli, belə qəşəng bir estetik bir hissədir. Bu arada qeyd etmək istəyirəm ki, döşəmə qranit və isti döşəmədir. Tavanın hündürlüyü isə 4 metrdir. Gedək indi qonaq otağı ilə tanış olaq. 50 kvadratlıq bir qonaq otağı bizi qarşıladı. Qəşəng çilçırağı var, həmçinin də qəşəng rəng tonları var. Hal-hazırda isə gəldiyi mətbəxdəyik. 30 kvadratdır mətbəxin sahəsi. Burada mətbəx mebeli quraşdırılacaq, amma hələ hazırlanma işləri, yəni tamamlanma işləri davam eləyir, ona görə yoxdur. Bura isə çamaşırxanadır. Buradan isə o qəşəng terasa və hovuza çıxış mövcuddur. Mətbəxin elə yanında birinci yataq otağını göstərmək istəyirəm. Öz sanitar qovşağı var həmçinin. İşıqları yandırmamışıq, yandıraq. Hələ aksesuarları quraşdırılmayıb. Bura isə evin ümumi sanitar qovşağıdır. Göründüyü kimi hələ hazır deyil. Aksesuarları quraşdırılacaq. Keçək yataq otaqlarından davam eləyək. Burada yenə bir yataq otağı var, yəni evin ikinci yataq otağıdır. Öz sanitar qovşağı da var bu otağın. Ümumiyyətlə, sanitar qovşaqlarının heç birində hələ aksesuarlar hazır deyil. Biz biraz tez gəlmişik çəkmək üçün. Həmən yanında digər yataq otağı. Evdə ümumilikdə 4 yataq otağı var. Hər biri də bir-birindən qəşəngdir. Rəng tonları, açıq rənglərdən istifadə olunub deyə ürək açıcıdır. Tavanın hündürlüyü qeyd etdiyim kimi 4 metrdir. Sahəsi də 40 kvadratdır bu yataq otağının. Valideyn otağı dediyimiz otaqdır bura. Öz dolab otağı var və həmçinin sanitar qovşağı var. Gəldik bu videonun daha sonuna. Qeyd etmək istəyirəm ki, qaz, su, işıq daimidir. Sənədlər qaydasındadır, kupçası da var. Qiyməti isə start olaraq 820 min manatdır. Təbii ki, endirimlərimiz də olacaq. Daha yerində baxmaq istəyənlər əlaqə nömrəmizə zəng eləyib, gəlib elə yerindəcə baxa bilərlər. Biz isə getdik növbəti videolarda görüşərik. Siz isə nə edirsiniz? Bizi like eləməyi, yorum yazmağı və səhifəmizə abunə olmağı da unutmursunuz. Hələlik.